Hər kəsi salamlayıram. Təhsil mövzusu ilə davam eləyirik. Bu gün təhsil mövzusunu biraz daha dar kontekstdə müzakirə edəcəyik, konkret olaraq məktəblər üzərindən. Bugünkü qonağım Həmid Sadıq, müəllim Qərdəbanidən. Salamlayıram Həmid, çox sağ ol iştirakın üçün. Dəvətin üçün təşəkkür edirəm. Sözsüz ki, məktəblər ümumiyyətlə bir cəmiyyətin icmalının inkişafı üçün xüsusi əhəmiyyət daşıyır və ümumiyyətlə məktəblərin xüsusi şəkildə belə deyim, kitablarla təmin olunması, lazımi inventarlarla təmin olunması və ümumiyyətlə təhsilə əlçatanlıq səviyyəsinin yüksək olması konkret olaraq məktəblərdən başlayır və əgər məktəblərdə lazımi səviyyədə təhsilə əlçatanlıq yoxdursa, bu o deməkdir ki, ümumiyyətlə təhsil tamamilə belə deyim, həmin cəmiyyət üçün əlçatan deyil. Bizim cəmiyyətdə mövcud olan məktəblər sən daha yaxından tanış olan bir şəxs olaraq, ümumiyyətlə məktəb bir cəmiyyət üçün nə qədər əhəmiyyətlidir, nə qədər əhəmiyyətli rol oynayır və bu gün bizim cəmiyyətdə mövcud olan belə deyim məktəblərdən nə kimi əskikliklərimiz var bu reallığı doldurmaq üçün? İlk öncə oradan başlayaq ki, indi məktəbin önəmini belə təbii ki, hamımız dərk edirik. Yəni ki, bunu belə xüsusi vurğulamaq, yəni ki, düşünürəm ki, nə ehtiyac yoxdur. Məktəb bu yerdir, qısa olaraq desək ki, harda ki, insan formalaşır, bu müddət o müddətdir, 11 və ya 12 il. Biz artıq geri 11 illiyə keçirik. Yəni ki, bu müddəti təsəvvürlə sən 6, 7, nə bilim, 5 ola bilər yaşında daxil olursa məktəbə və sənin formalaşma prosesin vətəndaş kimi ümumiyyətlə bir belə deyək formalaşmağın bu kiçik bir balaca bir cəmiyyətdə baş verir. Sən artıq məktəb bitirəndə 17 və ya ola bilər həddəqəllik yaşında bitirirsən. Yəni ki, bildiyin məktəb o müəssisədir, harda ki, sənin fabrikasiya olursan, harda ki, sən formalaşırsan, sənin istər deməli həyata baxışın, istər deməli sənin planların, məqsədlərin, gələcəyə dair hansı planların var. Bütün bunların hamısı, yəni ki, məktəb bu yerdə harda ki, bunlar formalaşır. O ki qaldı bizim konkret deməli məktəblərdə hansı belə deyək çatışmazlıqlar var və ya hansı gücləndiriləsi tərəflər var. Baxın, məsələni iki yerə bölmək olar. Bir var ümumi, hansı ki, ümumi olaraq Gürcüstanın belə deyək təhsil sistemində, bu tədris planında hansı deyək ki, nə çatışmazlıqlarım deyək və ya gücləndiriləsi tərəflər, hansı risklər filan. Bir də var ki, konkret olaraq Azərbaycanlıların yaşadığı, kompakt yaşadığı bölgədə, harda ki, Azərbaycan dilli məktəblərdə hansı deməli çatışmazlıqlar var, istər resurs baxımından, istər olsun bu daha artıq dilimiz bir də əzbər olan bu dil problemi, hansı ki, uzun illərdir ki, yəni ki, belə deyək, praktikada elə də belə güclü nəticə əldə edə bilməmişik, təəssüf ki. Ümumiyyətlə, baxın, bir var ümumi problem olanda, misal üçün, etnik gürcü üçün bu tutaq ki, bir qatdırsa da, etnik azlıq üçün bu 2 qat olur. Niyə? Çünki burada informasiya qıtlığı var, üstəlik resurslar əlçatanlıq var. Ümumiyyətlə, baxın, bizə gələn məlumatın hamısı dövlətdə baş verən hadisələr olsun, əmək bazarı ilə bağlı məlumat olsun, istər tutaq ki, yeni peşələr olsun, ümumiyyətlə, nə baş verir bu sahədə, əmək bazarı sahəsində, nəyə tələbat var, tutaq ki, hansı yeni sahələr var, hansı universitet, hansı fakültələr var, hansı fakültələrdə hansı ixtisaslar var, tutaq ki, ümumiyyətlə, təhsildə baş verən yenilik filan, bunlara deməli baxın, əlçatanlıq qeyri-bərabərdir. Həmin yenə gəlir ki, həmin o dil bariyeri məsələsinə. O ki qaldı konkret olaraq bizim məktəbdə hansı problemlər var, bunu bir neçə belə deyək hissəyə bölmək olar. Təbii ki, buna biz sistem şəklində baxmalıyıq. Bu problemlər bir-birini qidalandırır bir növ. Yəni ki, biri digərinin həm nəticəsi, həm də səbəbi ola bilər. Yəni ki, konkret olaraq
seçmək çətindir. Hansı hansından əvvəl gəlir? Yəni hansının zəncirdə tutaq ki, hansı birinci həlqədir problemin, hansı ikinci həlqəsi, hansı üçüncü həlqəsi. Belə konkret o çünki o qədər sıx bağlıdır bir-biri ilə ki, bunu belə konkret ayrı-ayrılıqda müzakirə etmək çətindir. Bir növ kompleksiv məsələdir, kompleks problemdir və kompleksiv də yanaşma tələb edir uyğun olaraq. Siz çox yaxşı yerə toxundunuz ki, bu problemlər əslində bir-birini qidalandırır və bir təbəqədə artıq problem varsa, növbəti təbəqə də tamamilə öz funksiyasını tamamilə yerinə yetirə bilmir. Təəssüf ki, biz bilirik ki, etnik azlıqlar üçün uşaq bağçaları əlçatan deyil. Bunu statistikalar da göstərir. Bolnisidə mövcud olan 12 uşaq bağçasından heç bir etnik azlıqların yaşadığı kəndlərdə deyil. Eyni reallıqdır. Dmanisidə mövcud olan uşaq bağçasından heç bir etnik azlıqlar yaşayan kəndlərdə deyil. Marneolidə oxşar reallıqdır və s. Ancaq bu uşaq bağçasına əlçatanlıq olmadıqda təbii ki, məktəbdə öz funksiyasını lazımi yerinə yetirə bilmir. Çünki həddindən artıq öhdəlik düşür, yük düşür onun üzərinə. Bu kontekstdə bizim məktəblər nə qədər bu boşluğu da doldura bilir? Çünki Təhsil Nazirliyinin pozisiyasından biz artıq onu hiss eləyə bilirik ki, bu boşluğu uşaq bağçalarının olmamağını məktəbdə verməyə çalışdığı təhsillə doldurmağa çalışır. Ancaq təbii ki, bu qeyri-mümkündür. Çünki hər təbəqənin öz funksionallığı var və təbii ki, öz effekti var. Nə qədər məktəb sistemi bu boşluğu doldura bilir və bir müəllim olaraq siz nə qədər hiss edirsiniz o uşaq bağçasının olmamağını artıq uşaqlar məktəbə başladığı zaman? Tamam. Deməli belədir. Ümumiyyətlə bağça bir növ məktəbə hazırlıq dönəmidir. Bu elə bil ki, ilk instansiyadır. Uşağın daxil olduğu ilk belə deyək, sosial müəssisə belə demək olarsa, harda ki, uşaq başlayır sosiallaşmağa, bunun deməli emosional fonu formalaşır, harda ki, deməli o belə bir növ ünsiyyət qabiliyyəti formalaşdırır, müəyyən davranış qaydaları cəmiyyətdə, ictimaiyyətdə, harda ki, tutaq ki, da bu artıq elə bil ki, biraz geniş kütləyə çıxır, harda ki, müxtəlif deməli, tutaq ki, fərqli, bax, ola bilər eyni etnik qrup olsun, amma biz daha fərqli, tutaq ki, sosial-psixoloji vəziyyətə malik öz həmyaşıdları ilə görüşür və burada təbii ki, bu, baxın, bağçaya getməyən uşaqlar, birbaşa məktəbə başlayan uşaqlar elə bil ki, bunu məktəbdə yaşayırlar. Birinci sinifdə. Halbuki bu etapı bağçada keçməliydilər. Yəni ki, baxırsan ki, misal üçün indi məktəbdə görürsən, hətta müşahidə də etmək olar. Bağça dönəmini keçmiş, yəni ki, bağçaya gedib, sonra məktəbə gəlmiş şagirdlərlə birbaşa bağçasız, bağçaya getməyə məktəbə gəlmiş şagirdləri tutaq ki, müqayisə etsək, görürsən ki, hardasa davranışlarda təbii ki, farq var. Elə bil artıq bağçaya görmüş şagird elə bil bu şeyə doyub artıq. Yəni ki, o etapı keçibdir. Tutaq ki, harda ki, bu doyunca şənlənirdi filan. Yəni ki, burada bir növ elə bil yavaş-yavaş olur da bağçada. Yəni ki, artıq müəyyən proseslərdən, prosedurlardan keçməlidir. Tutaq ki, orada nə bilim, yemək saatıdır, budur filan, yatmaq vaxtı. Bir növ elə bil, belə demək olarsa da bu rejimi görür. Və bu elə bil ki, bir növ forma alır və bilir ki, misal üçün, hardasa da davranış qaydaları öyrəşir, düzdürmü? Və müəllimə də müəllimin dediklərini daha sinifin qaydasını tutaq ki, belə deyək. Sosial cəmiyyətə də daha tez adaptasiya Təbii ki, sinifin qaydasını da daha rahat mənimsəyə bilir. Tutaq ki, müəllimin dediyi qaydalar ki, var, misal üçün, iştirak zamanı və ya tutaq ki, tapşırığı təhvil verən zaman və ya tutaq ki, misal üçün, müəllim nəsə izah edən zaman necə davranmaq lazım filan. Yəni ki, bunu daha asan götürür, nəinki bağçaya getməyən. Bu, buradan önce. Üstəlik, baxın, bir problem var ki, bağçanın ümumiyyətlə olmaması və ya uzaq olması ki, əlçatan olmaması da belə desək. Bir də var ki, bu bağçada, baxın, bağçada olan uşaqların monoetnikliyi, baxın, bu dil elə məsələsi də buradan gəlir, misal üçün ki, baxın, nə qədər bu multikultural mühit olsa, tutaq ki, etnik güclərlə belə buradan başlasa, bax, inteqrasiyada, buradan başlasa daha asan olur. Bu artıq buradan başlayır. Tutaq ki, həm öyrəşir də. Bu
Bir var sən nəyisə kitabla öyrəşirsən nəzəri olaraq, bir də var sən praktikada öyrəşirsən. Və dil elə bir şeydir ki, yəni ki, praktiki mühit lazımdır buna. Yəni ki, sən əgər bunu sən eşitmirsənsə, istifadə etmirsənsə, yəni ki, burada özdə bağçada çoxlu səhv edə bilirsən. Bu belə deyək, daha qeyri-formaldır məktəbə baxanda. Təbii ki, məktəbdə də bunu eləyə bilirsən, amma bu baxmayın da, indi nə qədər olmasa bağçada daha sərbəstsən və sən burada artıq ki, qulağın Məsuliyyət eşidir, hissi daha görürsən və baxın, elə burada məsuliyyət nə tərdir bilirsən? Yəni sərbəstsən. Tutaq ki, məktəbdə öyrəşməlisənsə də burada sərbəstsən. Tutaq ki, elə öyrəşirsən ki, özün də hiss etmədən və bu prosesin içində bunu yaşayaraq öyrəşirsən də. Yəni ki, quru kitabdan öyrəşmirsən. Bu dil ümumiyyətlə bir şeydir da, dinamik bir şeydir. Sən bunu istifadə etməsən, bunu daim çətindir bu. Təkcə kitabla bunu öyrəşmək çətindir. Bax, burada daxil olur. Məsəl üçün, üstəlik bizim həmən dil problemimiz eyni şeydən də gəlir də, bu kompakt yaşamağımızın. Harada ki, biz istifadə edə bilmirik də. Bu yaxşı kitabdan öyrəşdim, qamarcıba sözünə bu. Taxçıro qoroxarı sırağıyız. Bunu harada istifadə edim? İndi şəhərə baxma, şəhərdə çünki şəhərdə multikulturaldır da. İndi kənd yerləri monoetnik olur axı. İndi istisnalar tutaq ki, qarışıq nicahları nəzərə almasaq, onda yəni ki, elə təsir effekti yoxdur. Bir də var məsəl üçün məktəblərin özünün mövcudluğu, bir də bu mövcud məktəblərin öz funksionallığını yerinə yetirməsi. Biz Salam platforması olaraq bələdiyyələrə, məktəblərə vizitlər həyata keçirdik və gördüyümüz reallıq belə idi ki, məktəblərin özünün olmaması bəzi kəndlərdə başqa bir problemli idi. 4-5 kəndi birləşdirib bir böyük məktəbə göndərirdilər. Bu təbii ki, avtobusla və ya transportla. Bir digər məsələ də ondan ibarət idi ki, yəni ümumiyyətlə məktəblərdə bədii kitablar yoxdur. Kitabxanalar var, ancaq Kiril əlifbasına yazılmış qədimi kitablardır, hansı ki, tələbələr onu istifadə edə bilmir. Kompüter otaqları var, ancaq demək olar ki, bağlıdır, istifadə olunmur. Qlobus, xəritə, bu tipli əşyalar hansı ki, təhsil prosesi üçün xüsusi əhəmiyyət daşıyır, yoxdur. İnternet sadəcə konkret otaqlarda belə deyim, əl satandır. Məsəl üçün, bu ola bilər direktorun otağı, bu ola bilər direktorun köməkçisinin otağı və eyni zamanda digər lazımi avadanlıqlar hansı ki, təhsil prosesi üçün xüsusi əhəmiyyət daşıyır, əl satan deyil. Yəni məktəb var, təbii ki, kitablar var və bunu biz artıq məktəbə əlçatanlıq olaraq dəyərləndiririk. Bu kontekstdə, bu reallıqda hansı ki, bu avadanlıqlar təhsil prosesinin xüsusi bir parçasıdır və demək olar ki, bunlar mövcud olmadığı təqdirdə təhsil prosesi tamamilə həyata keçirilə bilmir. Yəni biz bunu nə qədər təhsilə əlçatanlıq olaraq dəyərləndirə bilərik reallıqda. Tamam. Baxın, bu həmən o dediyim ki, bayaq girişdəki dedim, var ümumi, var konkret. Misal üçün, bu əlçatanlıq, baxın, bu da bilirsiniz necədir? Bu şəhər, mərkəzdən qıraqlara doğru seyrəlir, necə ki, elə bil ki, bir növ yüksəklik zonalığı ki var, yuxarı çıxdıqca ki, bitki nətərkisi, təxmin ona bənzəyir, elə bil mərkəzdən qırağa gəldiksə, bu resurslar, infrastruktur yavaş-yavaş başlayır, deməli, belə kobud desək, keçərləşməyə. Yəni ki, mərkəzdə daha çoxdur. Misal üçün, mərkəzdə var, məktəblərdə psixoloq var, assistent var, nə bilim mən, sosial işçilərlə kontakt daha güclüdür. İndi bunu təbii ki, yerli səviyyədə gücləndirmək olar. Baxın, həmən bu dediyimiz ki, mərkəzdən bu şey yoxdur da, elə mərkəzləşdirilmişdir. Mərkəzdə hər şey nisbətən daha yaxşıdır, amma regionlara gəldikdə, kəndlərə ümumiyyətlə, ucqar kəndlərə getdikcə, bu deməli olar yox səviyyəsinə qədər gəlir, çatır. Təbii ki, baxın, bu nəyə bənzəyir? Elə bil bizim milli tədris planı, hansı ki, deməli, haradakı öz əksini tapır ki, biz bu bir növ dövlətin təhsillə bağlı baxışıdır ki, necə bir vətəndaş yetişdirmək istəyirik. Bu vətəndaş tutaq ki, dünya bazarında rəqabətə girməlidir. Yəni ki, hansı bacarıqlar olmalıdır 20-ci əsr insanlığı, nə bilmək istəyirsiniz, bu Genzi nəsli, ya Z nəsli, ya nə bilmən, alfa nəsli, hansı ki, bu müasir
bazarlıqlara yiyələnməlidir. İstər bu emosional intellekt olsun, ünsiyyət qurma, nə bilim mən, problemi həll etmə, analiz, sintez filan. Baxın, bu resurslar, bu bizə gələn, verilən resurslarla bunu eləmək bilirsiniz nəyə bənzəyir? Elə bil mən sənə verirəm az bir şey və əvəzində daha çox tələb edirəm. Elə bil ki, mən sənə 3 hərf öyrədirəm və deyirəm ki, indi kitabı oxu. Bu da mümkün deyil bu resurslarla. Yəni ki, gəlib nəyə çıxırıq? Dövlət sənə verdiyindən artıq. Yəni imkanlar tələbləri ödəmir. Bir sözlə desək. Bəli. Bir də məktəblərin avtonomiyası mövzusu var, hansı ki, düşünürəm ki, xüsusi əhəmiyyət daşıyır. Konkret olaraq bu gün gedən proseslər çərçivəsində biz görürük ki, akademik azadlıq və universitetlərin, məktəblərin özünün avtonomiyasının mövcud olması xüsusi əhəmiyyət daşıyır. Və bizim qanunvericiliklə məktəblərin hamısının özünün bir avtonomiyası var və konkret mövzularla bağlı özləri qərar verə bilir. Ancaq biz praktikada çox vaxt bu azadlığın olmağına baxmayaraq qanunvericilik səviyyəsində Təhsil Nazirliyindən çox asılılığını hiss eləyirik. Bu asılılıq demək olar ki, hər bir mövzu ilə bağlı özünü əks etdirir. Kiçik sadəcə məsəl üçün məktəblərdə treninq keçirmək istədiyin vaxt belə ola bilər ki, məktəb səni Təhsil Nazirliyinə yönləndirsin icazə almaq üçün. Baxmayaraq ki, Gürcüstan qanunvericiliyindən məktəb özü bu mövzu ilə bağlı qərar verə bilər. Tamamilə bu azadlığı və bu avtonomiyası mövcuddur. Bir çox mövzu ilə bağlı. Əvvəl məsəl üçün uşaq bağçaları da Təhsil Nazirliyinə bağlı idi. Qanunvericiliyindən sonra bunu artıq bələdiyyələrə təhvil verdilər. Və məktəblərin, belə deyim, avtonomiyasını həmin dövrdə biraz daha gücləndirdilər. Siz nə qədər hiss edirsiniz bu Təhsil Nazirliyindən asılılıq reallığını və bu təhsil və tədris prosesində maneə törədirmi sizin üçün? Çünki qeyri-formal təhsil prosesi nisbətən daha məhdudlaşır. Mənim düşüncəm. Baxın, bu birbaşa asılılıq elə bilin ki, nədir? Prosesi uzadır. Yəni ki, imkan vermirlər ki, problem yerindəcə həll olunsun. Yəni ki, bürokratik şeylər uzanır, gərək ərizə yazılar, ona cavab verirlər, sonra mən əlavə tələblər eləyəcəklər. Sən bu gərək tələbləri yerinə yetirəsən, tutaq ki, nəsə orada ola bilər ki, nələrsə əlavə tələb istəsinlər ki, misal üçün əlavə sənəd filan. Bu da yəni ki, bir növ çox uzanır bu, belə deyək ki, elektron yazışma, mail vasitəsilə tutaq ki, və ya ki, zənglə, təbii ki, bu sənədlər rəsmi maillə göndərilir. Baxın, ümumiyyətlə, hər sahədə elədir. Bölgü, yəni ki, bir növ bu nədir? Bölgü balansdır, haradakı, sən artıq, baxın, hamısı nədən irəli gəlir? Mərkəz yönümlü bizdə hər şey, istər təhsil olsun, istər, yəni ki, hər şey mümkün deyil bu da. Yəni ki, nəyi nə qədər bölürsənsə də, istənilən bir sahədə, istər, nə bilim mən, rol olsun, istər nə bilim mən, hakimiyyət olsun, istər bu regionlara tutaq ki, müəyyən avtonomiyanın verilməsi, hansı ki, öz problemlərini yerli səviyyədə həll edirlər də. Yəni ki, əgər mən yerliyəmsə də, problemi bilirəmsə, nəticə nədən doğur, nəticənin səbəblərini bilirəmsə də və təbii ki, bunları bildiyimdən dolayı yerindəcə olduğuma görə problemin, belə deyək, səbəb olan amilləri bilirəmsə də və bunun həlli yolunda bilirəmsə də, daha nə qalır yerdə? Təbii ki, o demək deyil ki, mərkəz təmiz buraxmalıdır. Daha var buna, məsəl üçün, beynəlxalq praktikada, nə bilim mən, istər təhsil sahəsində, bu sahədə uğurlu olan ölkələrin praktikasına baxmaq olar. Harada ki, məsəl üçün, ən çox təriflənən bu Finlandiya təhsil sistemində, harada ki, yəni ki, təhsil bu akademik azadlıq ki, dediniz, yəni ki, harada ki, akademik avtonom, harada ki, yəni ki, bu toxunmur da, nə olursa ölkədə hansı sosial siyasi dəyişikliklər olursa olsun, yəni ki, bu təhsil sisteminin təbii ki, orada bir filtr var, müəyyən tutaq ki, hər bir nəsə təklif paketi ola bilər, amma bu elə bilin ki, bir filtr, bir boru var, harada ki, buradan keçir bu, orada ekspertlər oturur, hansılar ki, uzun illik təcrübə əsasında deməli planlar həyata keçirlər. Buna baxırlar, yəni ki, nəyisə tutaq ki, onların belə deyək,
islahatlarına nələrsə məsəl üçün əlavədirsə də, mane deyilsə də, tutaq mane olan tutaq şamilləri bunu dayandırırlar həmin bu ordaca. Hansılar ki lazımlı tutaq ki nəsə əlavə effekt verir, bunları buraxırlar. Yəni ki belə asan deyil, belə təhsil sistemində dəqiqə başı bu tutaq ki dəyişikliklər. Həmən o məsələ də var ki, misal üçün ümumiyyətlə bizdə hər şey mərkəzdə başlayır, regiona gələnə kimi ola bilsin yeni bir layihə başlayır, islahat başlayır. Yəni ki, Gürcüstan coğrafi elə bir yekəmə böyük bir ərazi də deyilik ki, tutaq ki deyə bilərsən ki, məsəl üçün başladı, daha bitirənə kimi uzun vaxt gedir. Yəni ki, balaca ölkədə reformu həyata keçirmək elə çətin olmamalıdır. Əslində əgər sistemli və planlı şəkildə olsa, üstəlik biz etnik azlıq olaraq, yəni ki, bizə tərcümə olunasıdır, bu gələsidir, treninqlər olasıdır, Azərbaycan dilli trenerlər olasıdır, hansına ki, nəsə, bu müddət az deyildi bunlar, məsəl üçün, belə deyək, həll etmək olardı. Misal üçün, trenerlər yetişdirə bilərdilər, hansı ki, bu tip deməli nəsə islahatlar mı olduqda, hansını ki, bunu tutaq ki, müəllimlərlə görüşüb bu məlumatı çatdıracaqdılar. Bu yerli səviyyədə, baxın, bizə hər şey gecikir və ona görə də bizə elə təsir bağışlayır, yəni ki, əslində ola bilər ki, 1 il əvvəl başlayıb və 2 il, 3 il, 5 il əvvəl başlayıb islahat, bizə təzə gəlir çatır, üstəlik bizdə bu kadr məsələsi o, indi ayrıca məsələdir o, təbii ki, bundan sonra keçə bilər mövzuya və biz təzə başlayanda, təzə belə deyək, isinişəndə bu işə belə deyək, prosesə ki, nəsə peşəkar inkişaf filan olsun, bu status məsələsi yadınızda olar, əvvəl deməli nətər bu müəllimlərə məsəl üçün tələb qoydular ki, nə bu açıq dərslər filan, bizdə təzə isinişdik bu prosesə, elə bu vaxt dedilər ki, nə dəyişdi hər şey də. Elə onu soruşmaq istəyirdim. Yəni bugünkü reallıq artıq qeyri-formal təhsil olmasa demək olar ki, təhsil sistemini düşünmək qeyri-mümkündür. Bir məsələ var ki, mövcud milli tədris sistemi nə qədər imkan verir müəllimlərə ki, qeyri-formal təhsil ümumiyyətlə təhsilin bir hissəsi olaraq görsünlər və bunu tədris etsinlər və həyata keçirsinlər. Bu bir məsələ. Və bir digəri isə mövcud kadrlar nə qədər bu qeyri-formal təhsili tədris edə bilərlər. Məsəl üçün, gənc kadrlar bunu daha təkmilləşmiş formada edə bilərlər. Çünki innovasiyaya, yeniliyə daha çox əlçatanlıqları var. Məsəl üçün, sizin dediyiniz kimi, məsəl üçün, o Finlandiya təhsil sistemi ilə bağlı, Avropada tanınmış, belə deyim, təhsil sistemini daha çox tanıyırlar, yeni tədris metodlarını daha çox bilirlər və bunu tədris etmə potensialları çox daha yüksəkdir. Ancaq bizdə bir kadr problemi də var. Yaşlı nəsil üstünlük təşkil eləyir və bu qeyri-formal təhsilin tədris olunmasında nə qədər problemlər yaradır? O, ümumiyyətlə bilirsiniz necədir? Eyni bayaq dediyim kimi, tədris planı, bizdə həmən bu qərar qəbul etmədə iştirak məsələsidir. var. Tutaq ki, milli tədris planı ki, işlənəndə lazım idi ki, həmən bu etnik azlıqların məktəblərinə nümayəndələr olsun və ya bu sahə üzrə fəaliyyət göstərən təşkilatlarmı, nə bilim mən, yerli səviyyədə, bələdiyyə səviyyədə, indi bələdiyyə səviyyəsindəki var ki, bunun özünün təhsil qanadı, tutaq ki, gənclər təhsil şöbəsi filan deməli, bələdiyyənin nəzdində misal üçün. Burada nümayəndələr ola bilərdi və ya valideynlərdən ola bilərdi nümayəndələr, harada ki, bunlar öz fikirlərini bildirəcəkdilər. Baxın, həmən milli tədris planında, həmən o MTP-də bizim regional reallıq nəzərə alınır. Niyə? Çünki problem deyirəm, plan mərkəzdə işlənir və sinifə gəlib çıxanda görürük ki, işləmir. Niyə? Çünki reallıq fərqlidir. Baxın, hamı üçün eyni plan bərabər görünə bilər sənətdə, amma reallıqda bərabərsizlik yaradır. Çünki hazırlıq fərqlidir, bunun belə deyək, o səviyyə yox da, nətər deyə bilirsinizmi? Əlçatanlıq ki, yoxdur. Məhz buna görə də deməli, baxın orada deyirlər ki, misal üçün, interaktiv dərs, nə bilim mən,
bu müasir metodlardan istifadə, ekran lövhə, tutaq ki, bu elektron lövhələr harda ki, uşaq əyani, tutaq ki, audial uşağı ayrıcana və ya məsəl üçün o uşaq hansı ki, tutaq ki, daha çox xoşlayır bu praktiki yolla deməli öyrəşməyi, nə bilim mən laboratoriyalar filan. Bu hamısı qəşəng yazılıbdır sənədlərdə ümumiyyətlə. Amma bu sosial reallıq nəzərə alınmır. Sosial reallıq da nədir? Sosial reallıq bir neçə çalar var burada. Birincisi infrastruktur. Həmən bu kadr hazırdırmı buna? Bu cür tamam sənin qoyduğun belə deyək standart üzrə dərs keçməyə. Bir də ki, həmən bu resurs məsələsi də var. Tutaq ki, indi müasir tədris sistemində ki, məsəl üçün bu şagird ki, plan tutaq ki, problemi həll etməlidir, nəsə bu yaradıcı düşüncə formalaşmalıdır onda. Bütün bunları formalaşdırmaq üçün resurslar lazım küllü miqdarda. Elə bil ki, sən deyirsən ki, bu plan, get, nə qarırsan, qar, bunu başa çıxart da. Çox tanınmış bir lozunq var, deyir, sən masa ətrafında deyirsən, sən özün də menüdəsən. Bəli. Yəni, faktiki olaraq elə çıxır ki, tədris planı elə işlənir, harada ki, etnik azlıqlar ümumiyyətlə o masa ətrafında deyirlər və biz də menünün bir parçasıyıq. Sadəcə bizə gəlir və biz bunu həyata keçirməliyik. Təxminən nəyə bənzəyir bilirsiniz? Elə bil o avtoritar valideynlər ki olur, uşağa deyir, sən bilmirsən də, mən sənin mən səni daha yaxşı bilirəm, sən yaxşı. Yaşının 3 qatı qədər stajım var. Nə bilim mən sənin getdiyin yol mən artıq geri qayıdıram və ona görə təbii ki, mən daha yaxşı bilirəm sənə nə lazımdır. Mən bilirəm ki, nə sən həkim yox, müəllim olmalısan, bu sənin üçün daha yaxşıdır. Və ya nə bilim mən mühəndis yox, həkim olmalısan və ya həkim yox, psixoloq olmalısan. İndi psixoloqla aramız yoxdur. Fərqli baxırıq belə ümumiyyətlə. Buna bənzəyir, elə bil ki, nə bizə deyirlər ki, nə biz daha yaxşı bilirik, sizə nə lazımdır. Amma sən prosesin içindəsən, sən burada oturubsan yerindəcə və sən bilirsən ki, nə bütün, yəni hər tərəfli bilirsən, yəni bunun üçün alim olmaq lazımdır. Sən problemin içindəsən və sən daha yaxşı bilirsən, nəinki gerdən baxan. Düzdürmü, mərkəzdən. Və məhz bu desentralizasiya buradan lazımdır. Yerli məsələ, yerli problem yerində həll olunmalıdır. Bax, ən azından iştirak, bax, qərarlarda iştirak verməz, qərarlarda iştirak etmə nə üçün vacibdir? Ha vaxt ki, sən iştirak edirsən, sən artıq özün bilirsən, konkret oxusan nə lazımdır və bilirsən ki, bax, mənə bu lazımdır, mənə bu resurs lazımdır, tutaq ki, mənə təlimlər lazımdır. Bunu həyata keçirmək üçün lazımi şərait lazımdır. Nə bilim mən dövlət tərəfindən müəyyən dəstək, tutaq ki, filan, onlar. Bir də əlçatanlıq mövzusunda düşünürəm ki, hər bir müəllim üçün xüsusi əhəmiyyət daşıyır ki, Təhsil Nazirliyinin birbaşa əlçatanlığı olsun. Məsələn, dolayı yolla administrasiya vasitəsilə yoxdur. Məsələn, konkret olaraq tədris planında hər hansı bir problem varsa, müəllim olaraq sən bunu Təhsil Nazirliyinə heç bir problem olmadan və üçüncü bir şəxs olmadan bunu çatdıra bilməlisən. Praktikada bu nə qədər realdır? Məsəl üçün, bir coğrafiya müəllimsən, tutaq ki, və kitablarda hər hansı bir tədrislə bağlı problem hiss eləyirsən və ya ümumiyyətlə Milli Tədris planında nəsə bir əsiklik hiss eləyirsən. Bunu birbaşa Təhsil Nazirliyinə çatdırmaq nə qədər realdır bir müəllim üçün? Yoxsa o bayaq dediyimiz uzun-uzadı yollarmı keçməli, birinci administrasiya ilə məsləhətləşməlisən, direktordan məsləhət almalısan, direktor bunu çatdırmalıdır. Resurslar cəlb etmə baxımından. Təbii. Baxın, bu məktəb nələrsə alır özü. Misal üçün bu şeydə tutaq ki, məktəbin büdcəsi ki, təsdiqlənir. Orada pedaqoji şura var, qəyyumlar şurası var. Buna müəyyən şəkildə nail olunur. Sadəcə indi büdcə nə qədər imkan verir buna, o var da. Yəni ki, konkret olaraq buna sığmalıyıq. Büdcənin də belə deyək, çox şey həll etməlidir. Burada kommunal xərclər, indi istilik sistemi, misal üçün, mən konkret olaraq işlədiyim məktəblərdə istilik sistemi var. Harada ki, iri kommunal xərclər gəlir və bunun xaricində artıq o qədər qalmır, misal üçün, büdcədən ki, sən bütün bu şey, məsəl üçün, hərsinin üçün bir proyektor, misal üçün, və ya hərsinin üçün heç olmasa 1.5 notebook. Haradakı nə uşaqlar heç olmasa 2-1, 3-1 oturub tutaq ki, nəsə bərabər tutaq ki,
Ümumiyyətlə lazımdır da bu. Əgər deyirsə də müasir tədris, müasir təhsil, nə bilim mən 21-ci əsr, müasir standartlar, dünya əmək bazarında rəqabət, nə bilim mən elə bir məhsul istehsal ilə ixtira edək ki, elə bir mən tutaq ki, hansını ki dünya bazarına çıxara biləcək. Yəni ki, bu resurslarla, bu məhdud resurslarla buna nail olmaq mümkün deyil. Son olaraq istəyirəm ki, ümumiyyətlə məktəbin təməl fəlsəfəsindən irəli gələrək bu mövzunu belə deyim biraz dırnaqarası çürüdək. Mövzu budur ki, məktəb əslində bir funksiyası var və bu bizi həyata hazırlamalıdır. Biz məktəbi bitirdikdən sonra bir çox mövzu ilə bağlı bizim məlumatımız olmalıdır. Bu məsəl üçün eyni zamanda bizi universitetə hazırlamalıdır, eyni zamanda uşaq bağçasından götürə bilmədiyimiz bu belə deyim əskiklikləri təmin etməlidir. Eyni zamanda nətərsə bizim büdcəni necə idarə edə biləcəyimizi öyrətməlidir. Həyatda necə məsəl üçün biznesə başladığımız vaxt məktəbdən ola bilər ki, mən ümumiyyətlə ali təhsil üçün plan qurmayım. Birbaşa biznes həyatına keçsin. Məsəl üçün ümumiyyətlə biznesi necə idarə etməliyəm? Yəni məktəb komplektiv şəkildə bir insanı bir fərd kimi yetişdirib cəmiyyətə belə deyim ötürməlidir ki, bu şəxs artıq özü tam bir vətəndaş kimi funksional şəkildə həyatını davam etdirə bilsin. Bunu əslində biz biraz cavab verdik bu əskikliklərlə ki, bizim məktəblər bunu tamamilə yerinə yetirə bilmir. Bu gün bu bizim sadaladığımız əskikliklərdən başqa. Bu təməl fəlsəfədə nə əskikdir ki, məktəbə gedən bir şəxs məktəbi bitirdikdən sonra həyatda belə deyim azad şəkildə özünü realizasiya edə bilsin. Əmək bazarında ola bilər, bu ali universitetlərə qəbul prosesində ola bilər, ya məsəl üçün ümumiyyətlə ola bilər ki, ali təhsil müəssisələrinə getmək heç düşünməsin, öz biznesini qurmaq üçün. Yəni nə qədər hazırlayır bizi məktəb cəmiyyət üçün? Əgər bu deməli danışıqlarımızı belə ardıcıl olaraq sadalasaq ki, bağçadan başlayır, məktəblə davam edir, sonra universitet. Deməli burada nətərdir? Baxın, öz dilimizdə təhsil almamız təbii ki, üstünlükdür. Öz dilimizdəki təhsil ala bilirik. Ümumiyyətlə bu belə deyək ki, öz dilimizdə təhsil alma hüququmuz təmin olunur. Amma ki, baxın, öz dilimizdə təhsil almağımız təbii ki, üstünlükdür, amma bu problemi həll etmir. Dil problemini biraz gecikdirir, ertələyir. Və baxın, nəticədə belə olur ki, biz məktəbi bitirəndə artıq görürük ki, biz ki, o dil səviyyəmiz ki var, hansı ki, biz sonradan artıq ali təhsili o dövlət dilində almalıyıq. Baxın, bu sistemli körpü qurulmur. Məktəblə universitet arasında harda ki, sən artıq davam eləyəsən dövlət dilində deməli təhsilini. Təsəvvür etsən 12 ildə yəni ki 12 ildə aldığın belə deyək ki, bu dil fən olaraq ki təhsil yetmir ki sən ali təhsili başlayıb və bitirəsən. Baxın elə bilin körpü niyə dedim? Elə bilin ki nədir? Böyük bir çaydır və ya bir kanal deyək. Elə bilin ki, bu bir üzündə məktəbdir, o bir üzündə universitetdir. Bu körpü qurulmadığına görə sənin yeganə yolun qalır hoppanmaq. O hoppansan ya ayağın qırılacaq, yəni ki, bu yarımçıq çıxmaq deməkdir. Kəsirlərin olur, üst-üstə yığılır. Çünki bilmirsən, başa aça bilmirsən. Məzmunu başa düşmürsən, başlayırsan əzbərləmək. Əzbərləyəndə də mümkün deyil. Sən bundan heç bir bilik əldə edə bilmirsən. Ya da ki, nə bilim mən. Təbii ki, ümumiyyətlə bu məktəb prosesində biz problemləri yekunlaşdıra bilmərik, amma sənin xüsusi olaraq vurğulamaq istədiyin hansı ki çatışmamazlıqlar məktəb bizi hazırlasın cəmiyyət üçün bir fərd olaraq və ya ümumiyyətlə həyat üçün hansı belə deyim əskiklikləri görürsən xüsusi olaraq? Baxın, misal üçün milli tədris planında buna xüsusi yer verilir ki, məktəb şagirdi fərd olaraq vətənpərvər ruhda böyütməlidir. Yəni ki, ölkə ilə onun emosional, sosial, siyasi bağlantılarını gücləndirməlidir. Yəni ki, o özü ki,
bu ölkənin bir hissəsi özünü hesab edə bilsin. Baxın, indi bizim dərsliklər bir yana ki, bu dərsliklərin tərcüməsi ilə bağlı ki, problemlər artıq danışdılar, nə bilim mən. Nə əlavə edə bilərəm bu haqqda? Bircədən onu deyə bilərəm ki, bu tərcümə ola bilər qrammatik olaraq düzdür, tərcümədə problem yoxdur, amma bu dilin təbii axıcılığı var, o nəzərə alınmayıb. Elə bil ki, oxuyursan sən, bu başa düşmürsən, ideyanı tuta bilmirsən. Məcbur olursan həmən o dediyim ki, əzbərləyirsən, o da o biliş deyil. O əzbərlədiyin, yəni ki, unudulur. O ki, qaldı bir də ən önəmli məsələlərdən biri, dərsliklərdə etnik azlıqlar özünü rolunu görmür. Başa baxın, rol modelini görmür. Yəni ki, bu nə deməkdir? Özünü dərslikdə, özünün bu ölkənin tarixində, sosial siyasi həyatında özünü görməyən bir şagird özünü gələcəkdə bu ölkənin bir parçası kimi necə hiss edəcək? Yəni ki, baxın, elə bil ki, mən baxır, coğrafiya kitabları, hər şey isə şeydir. Təbii ki, nələrsə var, amma çox səthidir, elə bir növ simvolikdir. Yəni dərindən ki, bu xalqın, bu ölkənin tutaq ki, tarixi, sosial, siyasi həyatında iştirakı ki, harda ki, sən görəsən, sənə real uğur modeli lazımdır. Rol modeli yoxdur. Harda ki, sən baxıb deyəsən ki, var da, mən bu ölkənin bir hissəsiyəm. Bu da həmən gətirir bizim son nöqtədə həmən bu dil problemi, həmən bu tutaq ki, özümüzün rol modelimizi görməməyimiz gətirib çıxarır nəyə? Biz paralel cəmiyyət içində paralel cəmiyyət olaraq formalaşır. Sözün açığı mən ümumiyyətlə bir gəncin və ya ümumiyyətlə bir vətəndaşın dövlət mərkəzli böyüdülməsinə qarşıyam. Çünki düşünürəm ki, dövlət və artıq və ümumiyyətlə bir sistem və ya bir hakimiyyət cəmiyyətlə toqquşduğu zaman, hansı ki, Gürcüstanda artıq biz bu reallığı görürük. Əgər dövlət mərkəzli bir şəxsənsə və Gürcüstan kimi bir reallıqda hansı ki, hakimiyyət və dövləti bir-birindən ayırmaq çox çətin görsənir, məsəl üçün cəmiyyət üçün. O təqdirdə artıq yəni ilk qoruyacağın stimul və ya dəyər cəmiyyət deyil də daha çox dövlət olur. Ona görə düşünürəm ki, dövlət mərkəzli bir şəxsin böyüdülməsi biraz məqsədə uyğun deyil. Ona görə bir şəxs daim cəmiyyət mərkəzli böyüməlidir və artıq dövlət və cəmiyyət arasında hər hansı bir konflikt yarandığı təqdirdə... O vətən anlayışını deyirəm də, dövlət dedikdə sən, misal üçün deyirsən ki, dövlət hakimiyyətinin iyiləşməsi gedir və bu baxımdan ola bilər riskli olsun ki, sabah misal üçün nəsə bir məsələlərə fikir bildirmək tutaq ki, ola bilsin, bu lap belə sərtmə ola bilər və ya tənqidim ola bilər. Bu tutaq ki, bunu boğsun. Baxın, vətənpərvər ruhda böyütmək nə deməkdir? Sən öz ölkəni və öz ölkənin inkişafı üçün çalışırsan. Təbii ki, bu ölkədə özünü hiss edirsən və yer gəldikdə hiss etdiyin bir yerdən yəni başa düşürsən, səndə o bir umacaq formalaşır. Sən küsməyə başlayın. Küsməyin də yaxşı deməli ki, mən səndən nəsə umuram. Baxın, bu sosial siyasi bağlantı olmayanda, bu istər emosional bağlantı olmayanda sən heç uman deyilsən. Yəni yad hiss edən, yad bir adamdan nə tər bir şey umma bilər? Razıyam. Yəni demək çalışdığım odur ki, sistemi xilas etmək üçün yox da cəmiyyəti xilas etmək üçün artıq can atmalıdır. Çox sağ ol iştirakın üçün. Məncə çox maraqlı söhbət alındı. Təbii ki, biz bu mövzunu yekunlaşdıra bilmərik. Problemdən çox problem var. Ancaq ən önəmlisi odur ki, məktəbin təməl bir funksiyası var. Nətərsə məktəb bu funksionallığını qorumalıdır, bu problemləri həll etməlidir. Ancaq bunun üçün funksional bir sistem lazımdır. Funksional sistem olmadığı təqdirdə təbii ki, konkret bir təhsil sistemini xilas etmək biraz qeyri-real görsənir. Ona görə təhsil sisteminin funksionallığını qorumaq üçün ilk növbədə sistemin öz funksionallığını qorumaq və bərpa etmək lazımdır. Və ən önəmlisi də odur ki, təhsil sistemi ümumiyyətlə bir cəmiyyətdə, bir dövlətdə çökübsə və ya funksionallığını itiribsə, o cəmiyyətdə artıq çox da böyük bir gözlənti mümkün deyil. Çünki təhsilsiz ümumiyyətlə bir cəmiyyəti idarə etmək hakimiyyət tərəfindən çox daha asandır və istənilən avtoritar, diktatura və ya qeyri-demokratik rejimlərin
istədiyi də tam olaraq da yəni budur ki, təhsilsiz bir kütlə olsun, hansı ki, elektoratı idarə etmək daha asan olsun və bu elektoratı təbii ki, lazımi şəkildə mərkəzləşdirmək, idarə etmək və tamamilə öz məqsədləri üçün belə deyim, formalaşdırmaq. Öz-özlüyündə bu da bizi artıq kaosa aparır və biz təhsil sistemi və onun real nəticələri arasında böyük körpü qırıqlıqları görürük. Bu da öz-özlüyündə cəmiyyəti belə deyim, fəlakətə və kaosa aparır. Çox sağ ol Təkər iştirakın üçün. Çox sağ olun. Biz yenə davam eləyəcəyik təhsil mövzusunda konkret mövzuları müzakirə etməyə və çalışacağıq ki, sizin suallarınıza cavab verək. Xüsusi suallarınız olduğu təqdirdə kommentlərdə yaza bilərsiniz, bizə yönləndirə bilərsiniz, istədiyiniz səhifə vasitəsilə şəxsi də yaza bilərsiniz və çalışacağıq ki, sizin suallarınızı cavablandıraq.